gözü yumulu evlənməyin. Bilirsən necədir? Bir dəfə mən bir gəlin bir nəsli bədbəxt eləyir ha. Çünki ev dağılır, o evlatlar travma yaşayırlar. Amma əvvəllər bilsən bizim babalarımız bu şeyləri yaşayıb. Çünki həmişə deyirlər ki, bir qızı alanda onun geri 7 arxasını, bütün əslini, kökünü, bütün sülaləsini öyrənməlisən. Amma çoxları belə eləyir, mən onun sülaləsini alıram, nəslini alıram. Yox. Gedir, o DNK gedir axı, DNK gedir, 1000 illər gedir. Bir də görsə onun kökündə, nəslində kimsə belə bir xarab var, gedir onu oxşayır. Doğrudan da bu evlənmək, qız almaq, qız vermək, bayaq əbəs yerə demədim. asant bir şeydir. Ona görə dedim ki, başına gələn başmaqçı olar. Doğrudan da. Mən gözü yumulu mən evləndirdim də. Mənim başım nələr çəkdi, siz bilirsiniz. Amma Allah hər kəsə də sizi kimi qaynanı nəsib eləsin. Hələ də çəkirəm, hələ də. Çünki maşallah nəvələriniz o diqqətli göstərirsiniz. Siz təsəvvür eləyin ki, mən bu yaşda mən özüm artıq öz baxmadan yaşa dolmuşam. Mən indi o nəvəyə baxan vaxtımdır. Mən 3 dənə uşağa baxıram mən.